Yeni bir videodan hər birinizə salamlayıram. Bu videoda Free Fire'da necə öz həssasiyyətinizi quracağınızı öyrədəcəm. Öz həssasiyyətinizi qurmaq üçün ilk öncə bəzi püf nöqtələr var, onları bilməlisiniz. Bu videoda da hər birini sizlərə göstərəcəm. Bundan qabaqki videoya da gedib abunə, like falan eləyərsiniz. O videoda da necə hasant atacağınızı öyrətmişdim. Eğitim alanına geldik. Buradan indi sizə o hassasiyyətlərin nə işə yaradığını göstərəcəm. Gördüyünüz kimi ən yuxarıda genel yazısı var. O genel sizin indi baxın bu oyundakı şeyinizi göstərəcək. Normal dürbünlə və ya indi dürbünsüz və əlinizdə silah falan olanda belə ekranı fırlanmağı göstərir. Gördüyünüz kimi qabaqca 30 elədim. Zorla fırlanır. Orada da size gösterdim. Bu arada video sonradan seslendirdim. Seslendirende problem olup diyene özürlü sayın. Gördüğünüz gibi sadece 3 tur attı. İndi onu maxlayıram bakın. Görün nəsə tur atır. Gördüğünüz gibi çok tez atır. Her birinde eyni nöqtədən şey eləyirəm. Ondan sonra ikinci yerde olan o hassasiyet ise gördüğünüz gibi kırmızı nokta hassasiyetidir. Kırmızı nokta hassasiyeti ise dürbünü açdıktan sonra olan hassasiyeti tamamen. Buradan tez birden o ipimizi götürək. Bakın indi dürbünü açtım. Bakın bu ekranda o dürbünü fırlamamın hassasiyetidir. Görürsünüz. İndi onu da azaldıb soxaldaq. Bakın onu geneli azaltdım. O dəyişmir. O birisi tərəf dəyişir, amma dürbün dəyişmir. Çünki dürbünün öz hassasiyyəti var, genelin öz hassasiyyəti var. 4x dürbün, 2x dürbün və tüfək dürbünü AVM 24 kimi 8x taxan dürbünlərdədir. 2x və 4x isə 2x və 4x dürbünləri üçündür. Yani onlar o kadar da vacip değil öz hassasiyetinizi kuranda, onları anlamata bilərsiniz. Serbest kamera tuşu yazılı be, o ise bu işe yarayır. Bu ekranda o göz işarəsi var, indi de göstereceğim. O göz işarəsində fırladanda olan hassasiyetdir. Ondan başka öz hassasiyyətinizi quranda fikir verməli olduğunuz şeylərdən biri də ki, öz telefon markanızdır. Telefonunuzun böyüklüyü, kiçikliyi də çox vacibdir. Ona görə internetdə qısa bir anlaşdırma edib sizin telefonunuza yüksək hassasiyyət mi, düşük hassasiyyət mi lazım olduğuna baxa bilərsiniz. Bu arada indi mənim telefonum iPhone olduğu üçün ekran akıcılığı da çox yüksəkdir. Onu da demədən keçməyim. Ekranınızı grafikləri nə olursa olsun məncə aksızda işlədin. Ben video çəkirəm deyənə arada maksa falan aldım, ama siz aksıza işlədin. Çünkü ne kadar aksı olsa o kadar asan head atabilirsiniz. Bu arada abone olup like atmayı da unutmayın, yani araya da onu sıkıştırım. Ondan başka məncə hassasiyyətinizi yəni düşük yox da yüksək işlədin. Çünki buz falan qoyursunuz, o buz falan qoyanda da çox vacibdir o refleksləriniz falan. Ona görə mən yüksəkdə işlədirəm. Bundan başqa 100% deyirəm, bu sadə duranların üstündə yoxlamayın hassasiyyətinizi. Onun yerinə ya bu eğitim alanındakı adamlarda yoxlayın, ya da keçən videoya gedib orada baxa bilərsiniz. Bir dənə əyləncəli diğer modu göstərirəm, orada yoxlaya bilərsiniz. Ondan başka bu əyilib vurmaqdır falan, onları da dikkat eləyə bilərsiniz. Bu göstərdiyim kimi vura bilərsiniz. Bunlara yaxşı öyrəşsəniz head atmanızda çox köməkçilik eləyir. Ondan başka məncə deyilə biləcək hər şeyi də dedim. Video qısa olmasın deyənə bir dənə yalnız kurt atıb gəldim. Orada danışmayacağım çünkü video sonradan səsləndirəm. Ora lazım deyil danışmaq. Məndən səsinizi yüksəldəcəm, oraya baxın yəni. Çox gözəl 5 dənə vuruş var. Buranı indi təzədən səsləndirəm. Bayaq deməyə yadımdan çıxıbdı. Klanımıza da gələ bilərsiniz. Ekranda ID'si var, klan ID'si. Bu arada TikTok'da da çəkiliş var. Bunu dedim mi demədim mi yadımda deyil. Şərtlər falan ekranda var. Oradan da çəkilişə gələ bilərsiniz. 3 sənə mini həftəlik çəkilişidir. Nəysə, bay bay.